Deyir, pulu göndərirsiniz bank kartına, mən əziyyət çəkib bankomata gedib pul çıxarmalı oluram. Zəhmət çəkin, pulu uşaqlarla göndərin. Məktəbdə uşaqlardan pul yığmaq azmış kimi, pulu hətta ayaqlarına qədər göndərməyi tələb edirlər. Deyilənə görə pulu yığan valideyndir, məktəb direktoru üçün yığır, hər halda belə deyilir. İndi bəhs etdiyim məktəblərdə pul yığılması faktından yalnız biridir. Yəni, tək bu fakt deyil, belə sübutlar çoxdur. Mövzunu ümumiləşdirək, niyə məktəblərdə pul yığılır? Səs yazılarından görəsən özləri utanırlarmı? Ən əsas sual, müəllim adını, məktəb nüfuzunu niyə ləkələyirlər? Mövzunu əməkdaşımız Əhməd Məmmədov əhatəli şəkildə araşdırıb baxaq. Əgər bir vaxt başa düşsən ki, səni nəyə üstündə vurdular? Onda bəlkə səndən adam oldu. Filmi təsadüfən xatırlatmırıq. 20-ci əsrin ortalarında lentə alınan bu ekran işində Cəbiş müəllimin fədakarlığından bəhs olunur. Hər kəsə nümunə olaraq təqdim olunan obrazın dili ilə müəllimliyin ən ali peşə olduğu tamaşaçıya çatdırılır. Üstündən uzun illər keçsə də, müəllim adı yenə də hər birimiz üçün ali bir dəyərdir. Reallıqda isə belədir ki, bəziləri müəllim adını qazansa da bu dəyəri qoruya bilmir. Təəssüf doğuran məqam odur ki, son bir neçə gündə məktəb direktorlarının eyni məzmunda bir neçə səs yazısı yayıldı. Məsələn, Pirallahıda məktəb direktorunun onu təbrik edən müəllimləri tənqid etməsi, hədiyyə üçün yığılan pulu dilənçi pulu adlandırması, Biləcəridə məktəb direktorunun pedaqoji kollektivə hinduşka baş deməsi və ardınca yayılan səs yazısı. Bu gün isə Mingəçevirdə valideynlərdən birinin məktəb direktoru üçün pul yığması və bu zaman etikadan kənar ifadələr işlətməsi artıq vəziyyətin pik həddə çatdığını göstərir. Yeri gəlmişkən, digər məktəblərlə bağlı yayılan səs yazılarını təqdim edə bilsək də, Mingəçevirdəki məktəb barədə olan səs yazısı etikadan kənar olduğu üçün tam səsləndirə bilmirik. 100 manat hələ ki vereyim, qalır 30 manat, qalır 30 manat, onu da bir tər güclə alıram onlardan. Dədənizə borcum var, nəyə görə mən kartımı artırsınız? Zəhmət çəkin, alın yoldaşlarınızdan uşağından göndərin. Hər şeydən əvvəl gərək o vəzifəyə, o ixtisası aşağıdan yuxarı qalxmaq prinsipi var ki, onunla olmalıdır. Məktəb qapalı olmamalıdır, məktəb açıq olmalıdır. Məktəblə təhsil arasında, valideynlə məktəb arasında əlaqə sistemi güclü qurulmalıdır. İllərdir ömrünü pedaqoji fəaliyyətə həsr edən Fərrux Rüstəmov deyir ki, müəllimlik peşəsini seçən şəxs qəlbən bu sahəyə bağlı olmalıdır. Amma indi bu sahədə yetərincə təsadüfi şəxslərə rast gəlinir. Nəticədə həm müəllim adı ləkələnir, həm də bu cür neqativ hallar ortaya çıxır. 8 aylıq, 9 aylıq kursları bitirən müəllimlər oldular ki, bunlar vaxtilə tamam başqa peşədə idilər. İndi bugün onlar direktor kimi, direktor müavini kimi, bəzən də müəllim kimi fəaliyyət göstərirlər. Səs yazısı yayılan müəllimlər ki var, onlar ola bilsin ki, çox gözəl mütəxəssisdir, çox gözəl müəllimdir. Əgər onlar bu hərəkətin daşıyıcılarıdırsa, şagirdlə, onun valideyninlə hansısa sövdləşməyə gedirlərsə, onların o yüksək ixtisas sahibi olmaları kimə lazımdır? Belə halların son vaxtlar tez-tez təkrarlanması və genişlənməsi vəziyyətin heç də ürəkaçan olmadığından xəbər verir. Belə olan halda sual yaranır. Məktəblərdə nə baş verir? Sosioloqlar deyir ki, məktəblərin idarə etməsi ilə bağlı ciddi islahatlara ehtiyac var. Əfsuslar olsun ki, bu valideyn komitələri məktəb direktorlarının dirijor çubuğu ilə idarə olunur. Çox yaxşı olar ki, bu valideyn komitələri neytral bir şəkildə məktəb direktorlarına tərəf olmadan, yəni tam obyektiv əsaslarla seçilsin. Məktəblərdə mütəmadi olaraq sosiometrik testlər keçirilsin, sosiometrik sorğular keçirilsin. Sorğu nəticələrindən bilmək olacaq ki, məktəbdəki mühit nədir, potensial və real konfliktlər nədən ibarətdir, onu necə həll etmək mümkündür. Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin də mövqeyini öyrəndik. Mərkəzi Aran Regional Təhsil İdarəsindən Mingəçevir şəhəri 18 nömrəli məktəblə bağlı sosial şəbəkələrdə yayılan səs yazısı barədə dedilər ki, bu səs şagirdlərdən birinin valideyninə məxsusdur. Hazırda bununla bağlı araşdırma aparılır. Agentlikdən isə onu qeyd etdilər ki, 2024-cü ildə ümumi təhsil müəssisələrində aparılan yoxlamalar nəticəsində 70 nəfər işdən çıxarılıb, 133 nəfərə töhmət, xəbərdarlıq və şiddətli töhmət verilib. İndi nəzarət tədbirləri ilə yanaşı təhsil müəssisələrində müəllim-şagird-valideyn münasibətlərinin daha səmərəli şəkildə qurulması istiqamətində işlər davam etdirilir. Əhməd Məmmədov, Əziz Əzizov, ATV Xəbər.